deməli, sualı necə izah edərik? Gəlin baxaq. Bizə azotla hidrogen arasında gedən reaksiya verilib. Təbii ki, bir sualın müxtəlif yolları ola bilər. Azotla hidrogen arasında reaksiya verilib. Bizə deyir ki, ibarət 28 mol qaz qarışığı var. Azot tamamilə sərf olunduqdan sonra qarışıqda 20 qaz olub. İlkin qarışıqda azotun miqdarını deyir hesab edin. Uşaqlar, mən buna belə baxa bilərəm, tarazlıq kimi baxmaq istəyirəm, BST kimi. Deyir, ikisi bir yerdə 20 moldur. Mən tutaq ki, birini X qəbul edeyim, ikisi bir yerdə 28 moldur. Birini X qəbul edeyim, birini Y. Bu X olsun, bu Y olsun. Azot tamamilə sərf olunduqdan sonra, onda azot başlanğıcda nə idisə tamamilə sərf olundu. Onda azotdan tarazlıqda nə qədər qalar uşaqlar? 0 qalar. Reaksiyadan da görürsünüz, hidrogenin molu azotun molundan 3 dəfə çox. Azot X olsa hidrogen nə qədər olar? Hidrogen 3X olur. 3X. Yox. Düzdür, mənim 3X Düz olur. deyirəm, 3X olur. Azot 3X-dir, amonyak ondan 2 dəfə çoxdur, amonyak 2X olur. Uşaqlar, onda bura nə qədər olar? Bura var 2X, bura nə qədər olar? Y minus 3X. Razısınız mən? Bizə deyir ki, yekunda 20 mol qaz olub. Yekunda deyir 20 mol qaz olub. Onda deməli 0 üzərinə gəlinsin Y minus 3X, üzərinə gəlinsin 2X, bunu bərabər edirəm 20-yə. Bir də uşaqlar bizə deyir ki, başlanğıcda da 28 mol qaz var idi. Onda yazıram X üstə gəl, Y bərabər 28. Bir dənə indi bu sistem tənliyi həll edək. Burada deməli, Y 24 eləyir. nə qədər eləyir? Y 24 eləyir. Y eləyir 24. Y 24 eləyirsə, o zaman X nə qədər eləyər? Əgər X plus Y 28-dir. 4 eləyir o da. Uşaqlar, bunu tapandan sonra bizdən də ilkin qarışıqda azotun mol miqdarını istəyir. Azotun mol miqdarı da nə qədər olacaq? Azotun mol miqdarı da 4 olacaq. D variantı, baxın bir dənə.